İslamçı militantların 15 il əvvəl hücum etdikləri Pentaqonda 11 sentyabr anım otağında müsəlmanları ibadətə çağırış səslənir. ولا شريك أشهد له أن محمد رسول الله صلى الله عليه حي على وسلم. الصلاة. Davud Aqberi orduda 5 müsəlman dini xadimdən biridir. سمع الله لمن حمده. Pentaqona xidmətə göndərildikdən sonra o burada cümə günü ibadətini icra edir. Allahu Akbar. It's about the community that he has built here. O burada icma qurub. Bizə ibadət edə bilməyimiz üçün yer təşkil edib. Bu böyük işdir. Aqber adi leytenant deyil. O Qərbi Afrikada Qanada anadan olub boya başa çatıb. My dad was trying to get me Atam məni Qana ordusunda xidmət etməyimi istəyirdi. Amma mən Green Card lotereyasını this uddum. US visa lottery. Təkcə Qana deyil, Afrikada böyüyən bir adam üçün Amerika imkanlar ölkəsidir. Oraya getsən hər şey yaxşı olacaq. To go and do well. Lakin bir neçə ay yuxarı siniflərdə müəllim işlədikdən sonra o daha çox intizama ehtiyac olduğunu görüb. So the military was very Hərbi qüvvələrə qoşulmaq mənim üçün asan oldu. and that felt home. Hərbi karyerası dövrü o Əfqanıstan və İraqda xidmət edib. Çox vaxt o birləşmədə yeganə müsəlman olub. Leytenant Aqber deyir ki, o mədəniyyətlər arasında körpü yaratmağa çalışıb. And they see me in this uniform. Onlar məni bu hərbi geyimdə gördü. Onlar Amerikada, xüsusilə də ABŞ ordusunda müsəlmanlar olduğunu təsəvvür etmirdi. Və bu bir nəfəri görəndə onlar əvvəlcə heyrətləndi, lakin sonra But then sevindilər. they are happy. Aqber uşaqlarına İslam dəyərlərini və insan xarakterinin əhəmiyyətini öyrədir. He tells us that O bizə deyir ki, yaxşı qiymətlər ala bilərik, amma xarakteri olmadan bunun heç bir əhəmiyyəti yoxdur. Müsəlmanların ABŞ-a gəlməsinə təklif olmuş qadağa ilə bağlı siyasi polemikanın aparılmasına baxmayaraq, Aqber öz ailə üzvlərinə başqalarına münasibətdə nəzakətli olmağı öyrədir. Orduda dini xadim kimi o 20 ildən artıqdır Amerika hərbi qüvvələrində xidmət edir. Lakin leytenant Aqber onun inancına böhtan atanları heç vaxt mühakimə etməyib. So I want to move on. Mən irəli getmək istəyirəm, öz həyat hekayəmi özüm müəyyən etmək istəyirəm.